Excel-də belə bir siyahı necə yarada bilərik? Hansı ki biz elektronika seçirik. Bu zaman elektronika aid olan siyahı gəlir. Biz aksesuar seçsək, bu zaman aksesuara aid olan siyahını görmüş olarıq. Bunun üçün məlumatlarımız olan siyahını seçirik. Formulasından Read from selection deyib, bu başlıqları bu sahələrin adları kimi təyin edirik. Left column əşarəni götürüb OK deyirik. Ardından A sütununu seçib Data Validation-a gəlirik. Buradan list deyib, bu hissəyə bu başlıqlarımızı ötürürük. OK. Artıq kateqoriyadakı siyahımız hazırdır. İndi məhsul sütununa keçirik. Daha sonra yenə daxil ol Data Validation-a. Burada list deyib, bu hissəyə belə bir funksiya yazırıq. Indirect. Mürtəzan çıxırıq. Ötürürük A2-dəki dəyərimizi və bunu aşağı doğru dəyişməyini təmin edirik formada. Hətta belə də ötürə bilərik yoldaşlar. Mürtəzanı bağlayıb OK deyirik. Artıq hazırda biz elektronika deyəndə elektronikadakı məhsulların siyahısı gəlir. Aksesuar deyəndə isə aksesuardakı siyahılar gəlmiş olur. Biz bu formada fərqli kateqoriyaya görə məhsul siyahıları yarada bilərik.